Yemeğe bir şey kapalı. Adam sıkıldı ya. Hoş geldin. Sağ ol kadınım. Bakayım buradan da oldu demek adamım. Oldu başta. Yedim de oyunu bir yer. Lan bunu nete vereyim bir yer. Nete kuralım yani. Bak sen. Buyur. Ya oğlum bu ne diyeyim oynarsın? Buz kimi çıkar diye. Mas dişelerle. İstəyir. Onda mən sizə hesabı gətirim. Başa düşmədim. Hesab niye? Çünki sizin hesabınız yetərincə sizdə olacaq. Buna zəng gələ gör, harda qaldı, əgər çıxmadı. Gözlə zəng gəlirlər. Abi oynama telefon. Gel bu telefon elinden koy be. Soyunmuşam yok üstümdə xəncərim. Ana koyma telefon. Ne koyacağım? Ne hala şunlar bu. Ne kuzum ne? Ay it oğlu hardasan? İt oğlu hamamdadır bana. Bəs danışan kimdir ki? İçin oğludur. Başlarla da qadına başlarının atdığın başlarla da. Ya oğlum nedir ki dostlardan oğlum? Kuzum haram olsun. Kardeş oradan ne misal getirdi hocam? Biyavur oldu və biyavur. Mən sana nə demişdim mən? Ne diye eline kalktın ya? Bizi biyavur eləyən nəsə deməmişdim. Ərim leş eləyəndir. Evdən çıxanda ərim gör, təzə corab giyin, köhnə corab tulladan ha. Aha, buna düzdün dedi. Əbət dediyimi niyə eləmədin? Millətdə biyavur olduq. Dedem zor elədi. Birinci ayaklarımı yox, sonra təzə zoraf giydi. Bildim ki inanmayacaqsan, mən də ikinci zorafın üstündə gətirdim ki, baxıb inanasan. Yaxşı, davay. Oya, başına ne olur? Heç nə belə şeydir, boş ver. Elə başım qoxdur, biraz da deyəsən qaniyibdir, hə. Nə olur ki başına? O günləri çamadan eşəliydim. İçindən rəhmətli babamın şəklini tapdım. Elə mən də götürdüm onun qəşəng tozunu zadı təmizlədim. Dedim, hayıfdanı əldə ayaqda qırılmasın. Ki asım divardan. Aha. Götürdüm yüzük mismarı. Tutdum divara. Bir kəllə divara. Bir kəllə mismara. Bir kəllə yenə mismara. Mismarı vurdum divara. Nə aya, başından mı vurdun mismarı? Mən nə bilmişdim. Nəysə, əsas oldu ki, o şəkil asım deyə xoşuma gəlmədi, bəyənmədim. Mismar çıxardanı götürdüm. Mismarı oradan çıxartdım. Şəkili götürdüm, başqa yerdən astım. Elə çəkişi götürüb mismarladım, sonra şəkili o yerinə astım. Yəni yerini dəyişdim. Bu başımı qanı da, nətər deyim, məsələn, zərg yerə düşdü deyən ona görə qanıyıbdır. Ay, sən dəlisən, 8 oğlan mismarı başından mı vurursan? Ay, Eşən, mənim rəhmətli babamın bir mənalı, bir vacib bir sözü vardı. Deyirdim, Natib bala, nə iş görsən gör, öncə başımı işlət. Mən ona görə başımla mismarı vurdum, yəni ona görə işlətdim, başım qanaydı. Allah sağlık versin, hə. Yoktu bir qəpik vuruşda, barışdan olar barışda. Barışda yüreğim barışda, seni gözlektim yanışta. Evin soldu galoşta, hoy derdi galim barışta. Selam gedəgəm. Başlan. Ay, keç otur. Ay, da qapla, sen qapla. Ay, da aynadan adamın birini qaplaşmısan. Heç olma qarı, heç olma. Bahara gedirik demedi. Efendim, yeter yetmem. Ben buna bandırlı almıştım. O da abi bir saatten sonra açmıyor. Ben yatıram, ben bir saatten sonra kaldım. Düşüren doya başlı, düşüre davayı. İnsanlı buranı bir yere. Bastın sana. Anaq nazlı bir zeyrandır. Meşesine kurban olun. Süzülendi qədəhlərə, şir sesine kurban olun. Abi tamam he. Hara gedirsiniz? Eve gelirik ha. Vay, evet gelsem.
Səni saxlayan var, get dana. Getməni gedəcəm. Evi xatırlamıram axı. Ev hardadır? Mənim evim hardadır? Mən sizin evi tanıyıram. Bizim evimizin yanında qırmızı darvazadır. Hə, onda gedək. Gəl qadanım, gəl. Gedək, amma Amma nə? Nə amma? Amam nə? Mənə cavab ver. Aman nə? bir qulaq as, sizin ev bir yana. Bizim ev hardadır, xatırlamıram. Eşşi kimi içeceğim. Qardaşım, mən insana da hörmətlə yanaşıram, heyvana da. Mənim əziz qardaşım, heç yadımdan çıxmaz. Mən də sənin kimi kasıb oğlan idim. Elə bir vəziyyət idi ki, acından ölürdüm. Cibimdə də cəmi 2 manat pulum var. Girdim dönərxanaya ki, o 2 manatla dönər alım, qarnımı doydurum. Dönərdən yenicə tişdə almaq istəyirdim. Gördüm bir masum pişik pəncərədən mənə baxır. İnanın gözlerim yaşardı. Siz bana inanırsınız. Özünü ələ al mənim qardaşım. Bilirəm çox acı əhvalatdır. Amma gördüm ki, pişik mənə çox yazıq baxır. Bildim ki, acdır. Dönər mənim boğazımdan keçmədi. Dönəri qoydum stola, çıxdım çölə. Pişiyə bir təpik vurdum. Pişiyi qoyladım. Qayıdıb gəldim dönərimi yedim. Yollarına dizmişim.